GNDI Training Academy olaraq yeni bir təlim moduluna başlayırıq. Təlim modulumuz çox aktual və olduqca zəruri bir sahəni əhatə edir. Ənənəvi satın alma ekranda gördüyünüz kimi təchizat zənciri idarəçiliyi adlanırsa, burada məqsəd məhsulun xam maldan istehlaka qədər bütün mərhələlərin idarə olunmasıdır. Amma bizim təklif etdiyimiz 2 günlük təlimimiz full day olmaqla, bütün gün olmaqla dayanıqlı təchizat zəncirindən söhbət gedir. Bu prosesdə biz dayanıqlı təchizatı necə idarə edəcəyik və ekoloji, sosial və qanunvericilik tələblərini siz burada görəcəksiniz. Bu təlimin ən vacib hissələrindən biri təchizat zəncirində və logistikada social tərəfin idarə olmasıdır. Bildiyimiz kimi dayanıqlıq dedikdə ESG nəzərdə tutulur, ESG konsepti və burada social hissəsi insanların iş yerində hansı formada idarə olunmasıdır və düzgün işçilərin idarə olunması müəssisənin reputasiyasının artırılması və eyni zamanda inkişafının bir göstəricisi olacaq. Bu hissədə isə artıq biz insan hüquqlarından, eyni zamanda qlobal kompaktın prinsiplərindən və şəriklilikdən hansı formada biz təchizat zəncirində mənfi, neqativ rolda iştirak edə bilərik və burada bir prinsipləri, komplexisindən bəhs etmiş olacaq və gələcəkdə daimi fəaliyyət, dayanıqlı olmağınız üçün mütləq bu təlimə gəlin. 2 gün ərzində siz kifayət qədər məlumat əldə etmiş olacaqsınız və beləliklə dayanıqlı təchizatı formalaşdırmış olacaqsınız. Hər kəsə uğurlar.